Bəli, konstruktizmin əsas devizi qənaət, fayda, gözəllikdir. Düzdür. Mirvari müəllimə, deyə bilərsiniz, hansı cərəyanın təsiri altında olarkən Juan Miro Parisdə Picasso ilə görüşmüşdür? Bilirik, ay Mirvari müəllimə, bilirsiniz, yerdən müdaxilələr çox xahiş edirəm olmasın, yəni ki, dərsimi pozmayın. Bax, Mirvari müəllimə, məntiqlə düşünək. Bu, Parisdə Picasso hansı cərəyanın nümayəndəsidir? Kubizm cərəyanı. Kubizmdir. Hansı cərəyanın təsiri altında olanda onunla görüşmək istəyir sizcə? Sizə yəqin ki, kubizm sürrealizmin təsiri altında, yoxsa kubizmin? Ay, kubizmin, ay müəllimə, Picasso. Kubizmin təsiri altında. Ay müəllimə, başım işləmir. Hə, yox, bilirsiniz, postimpressionizm, kubizm, sürrealizm hamısı var bu Pablo Picasso'da. Ən çox Pablo Picasso'nun adı gələndə kubizm yada düşür. Onun bilir ki, bəli. Hə, deməli, onun yaradıcılığının 10 ilini əhatə etmişdir kubizm cərəyanı. Yəni ki, Pablo Picasso'nun və kubizmin Mən də buradayım, zəhmət olmasa. Bəli. Və kubizmin təsiri altında olanda da Juan Miro, açar söz budur. Picasso'nun hansı cərəyanda olduğu görüşdü Parisdə Juan Miro Picasso ilə. Təşəkkür edirəm. Gülnarə müəllimə, hansı rəssam 2007-ci ildə rəssamın xatirəsinə ehtiram əlaməti kimi hər il təqdim edilən mükafat təsis edilmişdir? Bu kim idi? Vasili Kandinski. Bəli, Gülnarə müəllimə. Bəs Ulduz müəllimə, klassik ənənələrə yenidən baxışın başlanğıcı idi bu cərəyan. Hansı cərəyan idi? Kubizm. Klassik. Mən dediniz müəllimə. Ulduz müəllimə, çox xahiş edirəm. Ulduz müəllimə, buyurun. Klassik ənənələrə yenidən baxış. Ampir. Klassik ənənələrə modernizmdir müəllimə. Ampir, ay müəllimə. Modernizm. Modernizm yenidən baxış. Bax, yeni sözün yenə yadımdan çıxartdım. Hə, deməli, dedi, klassik ənənəyə yenidən baxışın başlanğıcı idi. Bu modernizm idi. Bəs, ay müəlliməm, elə sözü gəlmişkən, deyə bilərsiniz, klassik qaydaları pozaraq ənənəvi sosial mədəni dəyərə münasibəti dəyişən hansı cərəyandır? O da modern. Ay müəllimə, klassiki pozur dedim, yenidən baxırsa modernizm. Bəs pozursa hansıdır? Ay müəllimə, 50 dəfə demişəm, inanırsınız, mən bunu sizə dəfələrlə demişəm. Onun üstündə nə qədər axırda... Pozursa hansıdır? Müəllimə, yox, bunu mən dəfələrlə dönə-dönə bunun üstündə hələ səs tonumu qaldırmışam belə, təsəvvür edin. Mən deyim, bəlkə də təsəvvür olar, amma deyim mi? Deyim, Gülnarə, deyim. Avangardizm. Bəli, avangardizm cərəyanı. Klassikə yenidən baxırdısa avangardizm idi. Klassikə pozub da ənənəvi sosial mədəni dəyərə münasibəti dəyişirdisə avangardizm idi. Ay Gülnarə müəllimə, Ulduz müəllimə, buna görə səs tonumu belə sizin yaşlı insanları qaldırmışam. Dəfələrlə demişəm mən bunu sizə. Bəs növbəti yerdən müdaxilələr olmasın. Vallahi mənə də xoş gəlmir. Lalə müəllimə, zəhmət olmasa deyə bilərsiniz, klassik incəsənətin böhran keçirməsi hansı cərəyanın yaranmasını şərtləndirmişdir? Klassik incəsənətin böhran keçirməsi. Bəli. Klassik incəsənətin. Bəli. Ay müəllimə, unutdum. Gültəkin müəllimə, buyurun. Unutdum, yox müəllimə. Kubizm yaranmasını şərtləndirdi. Kubizm, bəli, Gültəkin müəllimə, düzdür. Bəs Nurlana müəllimə, deyə bilərsiniz, Mikail Hüseynov yaradıcılığında ən vacib məqam nə idi? Mikail Hüseynov müəllimə konstruktivizmin görkəmli nümayəndəsi hesab olunurdu mimarların içərisində. Yox, ən vacib məqam nə idi? Mən demədim ki, hansı cərəyanın nümayəndəsidir. Onun yaradıcılığında ən vacib məqam. Dilimin ucundadır, amma tam dilimə gətirə bilmirəm ki, yəni nədən Dünya memarlığını qabaqcıl və yeni meyllərindən imtina etmədən Azərbaycan memarlığına milli kolorit gətirmişdir. Ən vacib məqamı buydur. Təşəkkür edirəm. Nurlana müəllimə, istifadəçiyə kompüter ekranında təsvir yaratmaq və onu redaktə etmək üçün proqram idi. Sevinç müəllimə, bu hansı proqramdır? Kompüter redaktor. İstifadəçiyə kompüterin ekranında təsvir yaratmaq, onu redaktə etmək üçün proqram idi. Qrafika ilə işləmək üçün ən geniş yayılmış proqram tiplərindən biri idi. Photoshop da. Xeyr müəllimə, qrafik redaktor proqramıdır. Qrafik redaktor. Təşəkkürlər. Ülkər müəllim, abstrakt fotoqrafiya nəyi rədd edirdi? Abstrakt nəyi şərtləndirdi? Müəlliməm, şərtləndirdi demədim. Nəyi rədd edirdi dedim. Nəyi rədd edirdi? Fotoqrafiya
Fotoqrafiya. Müəllimə görünən gerçəkliyi Xeyr, müəllimə, təsvirin hökmən tanınmalı olduğunu rədd edirdi. Şəklin hökmən tanınmalı olduğunu rədd edirdi. Ülker müəllimə, sürrealist üslubdakı fotoqrafiya sanki nə ilə, yəni bu necə görsənirdi bu əsər? müəllimə abstrakt, yəni qeyri-adi. Müəllimə, qeyri-adi yox, konkret mənə cavabı deyin. Onsuz da ki, bu hərəsinə baxsaq qeyri-adi görsənəcək, belə məntiqə düşünsək. Xüsusiyyət nədir? İmtahanda önümüzə çıxacaq sualın cavabını deyin mənə, əgər düşsə. Bilmədim müəllimə, yox. Müəlliməm, obyektlərin qəribə yığını ilə doluydu bu əsərlər. Sürrealist üslubda olan fotoqrafiyadan söhbət gedir. Və fotoqrafiyada müəllimlər yeri gəlmişkən, deməli, abstrakt sənətin və kubizmin qavranılmasını asanlaşdırdı. Günay müəlliməm, zəhmət olmasa mənə deyə bilərsiniz, dünyada ilk film hansı idi, hansı tarixdə kimlər tərəfindən yaradıldı? Müəllimə, 1895-də Lumière qardaşları tərəfindən Qatarın Gəlişi adlı kinodan qoyulubdur. Bəli, müəlliməm, düzdür. Mirvari müəllimə. Müəllimə, nə olar, çox xahiş edirəm. Sizin üçün də uyğundursa, olarmı ki, bu sualların uzun cümlələrini siz deyəsiniz? Olar, əlbəttə ki, olar. Bəli, olar. Olar. Amma elə şey var ki, mən deyə bilmirəm onu. Məsələn, kimin Mikhail Hüseynovun yaradıcılığındakı ən vacib məqam nədir? Müəllim düşünüb desə daha gözəldir ki, çünki desəm ki, hansı memarda onsuz da ki, bilirsiniz ki, Mikhail Hüseynovun köməyi deyil. Başınızı şey deyil, götürür da. Mən deyərəm, üzrlü sana tələsdiyimdən belə danışıram ki, növbəti Mirvari müəllimə, deyə bilərsiniz, 10 dəqiqəlik animasiya filmi üçün neçə min şəkil lazımdır? 30-40 min. Bəli, Mirvari müəllimə. Gülnarə müəllimə, poetik sürrealizm variantını yaradan sənətkar. Henry Moore. Poetik sürrealizm müəllimə, Henry Moore'da sürrealizm mi var? Xan Miro, onunla səhv saldım. Xan Miro. Henry Moore abstraksionizm heykəltaraşlıq. Bilirəm. Xan Miro deyim idi. Sadəcə siz buradan qışqırın, mən də buradan qışqırım. Xan Miro, bilirəm. Olar, əla. Gülnarə müəlliməm, işarələr, rəmzlər, heykəltaraşı kimdir? İndi o Henry Moore'dur. Gülnarə müəllimə, mən ikinci dəfə verdim. Üzrlü sayın növbəti müəllimə deyəcək. Mulduz müəllimə. Deyə bilərsiniz, zəhmət olmasa. Deməli, bu Alberto Giacometto ilkin əsərlər hansı tərzdə idi, sonradan hansı cərəyana təsir altına düşmüşdür? Bəli, müəllimə. Birinci, o realist seçimdə çəkmişdi əsərlərində belə qaşıq idi. Qaşıq qadın idi, cütülük idi, bir də figur idi. Ay müəlliməm, dedi ki, çox üzr istəyirəm, bir dəqiqə. Kubizmi. Hə, müəlliməm, deməli, deyin, bəlkə də deyirdiniz, imkan vermədim. Realist dedim də, realistdə deyildi. Hə, realist, yaxşı, əsərlər sayırdınız deyil, başqa şey başa düşdüm. İlkini realist... Səhv dedim, səhv dedim. Yox, düz dediniz, sadəcə fikirli oldum, gördüm əsərləri dəyişdiniz. O başladı, seyrətdə deyiləm ki, incə karkaslar üstündə sürrealizmdə işlədi Alberto Giacometto. Buna da yeriyan adam idi, sürrealist masa idi. Bəli, düzdür. İlkin əsərlər realist üslubdaydı, sonradan kubizmin təsiri altına düşdü. Həm kubizm, həm sürrealizm üslubunda heykəllər yaratmış şəxs olmuşdur. Gülnarə müəlliməm, deyə bilərsiniz, hansı rəssamın yaradıcılığını çəklənmə dövrü modernizmin müxtəlif istiqamətlərini yaranması və inkişaf dövrünə təsadüf edir? Ay Səidə müəllimə, mənə neçə dəfə verirsiniz, kimisə haqqında girməyim. Bir üzr istəyirəm, ay Allah. Lalə müəllimə, buyurun, yaxşı ki dediniz. Lalə müəllimə. Müəllimə olmasa sual təkrar ediniz, qulaq asmadım. Eşitmədim. Hansı rəssamın yaradıcılığının çəklənmə dövrü modernizmin müxtəlif istiqamətlərinin inkişaf dövrünə təsadüf edir? Hansı rəssamın? Modernizm. Müəllimə, modernizm. Yox, hansı rəssam deyə soruşdum ki... Mən də qeyd edirəm sizə haqqımız. Bəli, hansı rəssam? Ay, mən dilimin ucundan amma yadıma salamıram. Demişləmişəm. Paul Killidir, Lalə müəllimə, Paul Killidir. Gültəkin müəllimə, deyə bilərsiniz, zəhmət olmasa, Paul Cézanne'ın hansı dövrü idi ki, deformasiyaya uğramış fiqurlar qeyri-sabit tarazlıq ilə fərqlənirdi? Mənim romantik. Bəli, Gültəkin müəllimə. Nurlana müəllimə, Cézanne hansı dövründə mənzərə və naturmortunu uydurma sujetlərdən daha çox cəlb edirdi? Sintetik dövrüydü müəllimə. Bəli, Nurlana müəllimə. Bəs Sevinç müəllimə, Picasso'nun hansı dövrü idi ki, qadınların təsvir olunduğu bir neçə tablo çəkir və oradakı formaları yaradarkən kubizmin həndəsi tərzi ilə həyati elementləri birləşdirirdi?
Avignon qızlar, Afrika Avignon qızlarını deyirsiniz də, yəqin ki, analitik kubizm etdirsən. Xeyr müəlliməm, qadınların təsvir olunduğu bir neçə tablo çəkib, oradakı formaları da yaradarkən kubizmin həndəsi tərzi ilə həyati elementləri birləşdirib sürrealizm dövründə də Sevinc müəllimə. Ülker müəllimə, Picasso'nun hansı dövründə idi ki, qismən Louvre'da öyrəndiyi, qismən də Afrika və İberiya incəsənətinin təsiri altında çalışırdı? Müəllimə, bu son dövrdür. Bəli, Zadəcən. Bəli, son dövrdür, düzdür. Rəssam əsəri idi, o köhnə nəşrdə də siz dediyiniz. Təşəkkür edirəm. Nuranə müəllimə, deyə bilərsiniz, Picasso'nun hansı dövründə Afrika heykəltaraşlığından aldığı təəssüratını kubizm və sürrealizm üsulları ilə uyğunlaşdıraraq heykəltaraşlıqla aktiv məşğul olmuşdur? Sürrealizm dövründə. Bəli. Günay müəllimə, Picasso'nun hansı dövründə Afrika incəsənətindən, deməli, Afrika incəsənətini kəşf edib və onu öz üslubuna uyğunlaşdırmaq zərurəti yaradıb? Afrika dövrü. Afrika dövrü. Günay müəllimədən sonra Mirvari müəlliməm, düzbucaqlı yaxma sistemini icad edən rəssam. Yaxma sistemini Paul Cézanne. Bəli, köhnə nəşr kitabında olan məlumatdır. Bəli, Medan qəsr əsəri də oradaydı. Gülnara müəlliməm, mənə deyə bilərsiniz, bu Vasili Kandinskinin ilkin əsərləri hansı cərəyanda olmuşdur? Yəni, ilk öncə hansı cərəyanın nümayəndəsi olub, sonradan hansı cərəyanla neçənci ildə keçid etdi? Deməli, ilk dəfə impressionizm cərəyanında çəkibdir. Sonradan keçib abstrakal. Neçənci ildə keçdi bəs? 10-cu ildən başladı abstrakt mövzularda başladı 10-cu ildən çəkməyə. başladı müəlliməmiz, düzdür, bəli. Ulduz müəllimə, Mikayıl Hüseynov tikililərinin dəyişməz atributları nələr idi? Günlüklər idi, artırmalar idi. Bəli, düzdür. İsti iqlim üçün daxili həyat kimi vacib elementlər idi. Onun Talvarlar idi, talvarlar idi. İşlək dam örtükləri, yüngül talvarlar, qaleriyalar, artırmalar bunlar idi. Lalə müəllimə, deyə bilərsiniz, heykəltaraşlıqda inqilab edib də həcmləri sadələşdirən, fiqurları incəldən, seyrək konstruksiyalar tətbiq edən heykəltaraş kim idi? Albert Camus, müəllimə. Bəli, Lalə müəllimə. Kültəkin müəllimə, hansı Azərbaycan rəssamı idi ki, rəng və forma arasındakı təzadı aradan qaldırmağa çalışırdı? Mənim Mirzə. Bəli, düzdür. Nurlana müəllimə, o hansı sənətkardır ki, mücərrətlik və rəng bu rəssama hər şeydən daha çox maraqlandırırdı? Bəli, müəllimə, mücərrətlik və rəng, Paul Klee idi. Bəli, düzdür Nurlana müəllimə, düzdür. İndi isə Sevinc müəllimə, deyə bilərsiniz zəhmət olmasa, o hansı Azərbaycan rəssamıdır ki, qrafika ustasıdır, xalq rəssamıdır, milli folkloru adətən nəyə bağlı sənətkarımızdır? Arif Hüseynov. Bəli, düzdür. Ülker müəllimə, hansı heykəltaraş idi ki, görkəmli həmçinin animalist kimi çıxış edirdi Azərbaycan heykəltaraşı? Bəli, müəllimə, Fazil Nəcəfov. Bəli. Bəs Nuranə müəllimə, deyə bilərsiniz, Azərbaycan incəsənətinə improvizasiya və sərbəstlik gətirən Azərbaycan rəssamı? Mircəvat Mircəvadov. Bəli. Günay müəllimə, konstruktizm və kinetizmin əsasını qoyan sənətkar? Nağabov. Bəli. Mirvari müəllimə, formal rəngkarlıqda bir çox müasir cərəyanlar üzərində qələbə çalan rəssam? Azərbaycan rəssamı, müəllimə. Xeyr, xarici rəssam, formal rəngkarlıqda bir çox müasir cərəyanlar üzərində. Bilmədim, desinlər, düşünməyim, desinlər. Bunu indi cavablandıracaq. Hə. Bunu yıxılır dərsdə. Bir dəqiqə, üzr sayın. Hə, davam edirik. Hansı müəlliməmizə verdim? Elə bil verdim ki, formal rəngkarlıqda bir çox müasir cərəyanlar üzərində qələbə çalan rəssam. Başqasına verilən sualı elə tez sərbəst tapmaq. Müəllimlə bir dəqiqə üzr istəyirəm, Mirvari müəllimə vermişdim. İndi isə desin Gülnarə müəllimə, Paul Klee, düzdür. Bəli. Gülnarə müəllimə, kubizm öz inkişafına neçə mərhələdən keçmişdir və bu mərhələlərdə necə formalar çəkilirdi?
Deməli 3 mərhələdən keçibdi. Birinci sezon sayağıdır, ikinci analitikdir, üçüncü sintetikdir. Elə bil sezon sayağı da deməli orada kobud iri yaxmalar var. Ondan sonra analitikdə axırda detallar sözü var, sintetikdə də kollar sözü var. Bəli, düzdür müəlliməmiz. Gülnarə müəllimədən sonra bu Ulduz müəllimə. Deyə bilərsiniz, o hansı Azərbaycan heykəltaraşı idi ki, onun yaradıcılığına xas xüsusiyyətlər, iradə, zəriflik, improvizasiya, kamillik, dərinlik, duymaq bacarığı, həmçinin lirik və qəhrəmanlıq mövzusu vardı. Lirik qəhrəman. Buyurun Gülnarə müəllimə, bu sualı sizə vermədim. Yox, Ulduz müəllimə. Buyurun zəhmət olmasa, bilmirsinizsə deyim. Səsim gəlmir. Ay, bu internet. Səsim qırılıb, üzr istəyirəm. İşıq keçmişdi, yanıb deyə megabaytdan çıxıb Wi-Fi-yə qoşulub. Ulduz müəllimə, dediniz ki, lirik və qəhrəmanlıq mövzusuydu. İradə, zəriflik, improvizasiya, kamillik, dərinlik duymaq bacarığı kimin yaradıcılığına xas xüsusiyyətdir? Fuad Əbdürrəhmanov. Xeyr müəllim, ay müəllimə, ən asanı budur. Azərbaycan heykəltaraşlarından ən asanı budur. İradə, zəriflik, improvizasiya, Xurşid Bani Natəvan zərif bir obraz idi. Ömər Eldarov. Ömər Eldarov, bunu mümkün deyil. Lalə müəllimə, mənə şərti fəlsəfi bədii formalar üstünü bunu yaradan Azərbaycan rəssamı. Lalə müəllimənin növbəsidir, Lalə müəllimə. Yeni sual verəcəm sizə, Lalə müəllimə. Deyə bilərsiniz, tamaşa tərtibatı və onun təsvir plastik obrazının yaradılmasından ibarət bədii fəaliyyət sahəsi. Səhnəqrafiya müəllimə. Bəli, Lalə müəllimə, düzdür. Gültəkin müəllimə, teatr dekor sənətinin təməl daşlarını quran sənətkarlar kimlərdir? Müəllimə, Bəhruz Gəncəli, Əzim Əzimov, bir də ki, Əli bəy Hüseynzadə. Bəli, Əzimzadə, Bəhruz Gəncəli, Əli bəy Hüseynzadə. Düzdür. Nurlana müəllimə, Fərhad Xəlilovun yaradıcılığının neçə mərhələyə ayrılırdı və bu mərhələlərin xüsusiyyətləri nə idi? Müəllimə, 2 mərhələyə ayrılırdı onun yaradıcılığının xüsusiyyətləri. Birincidə müəllimə, deməli, dünyanın qabaqcısı yox. Birinci öz dünya duyumuydu, belə bir söz var idi. İkincidə idi o. İkincidə öz əvvəlki dünya duyumu ikincidə idi, bəs birincidə nə idi? O Avropanın nəyindən imtina etmədən, bilmirəm nəsə deyirdi, orada eləmişdi. Avropa avangardının müəyyən ənənəsinin təsirçisi olunan rəngkarlıq nümunələri idi. Birinci mərhələdə, ikincidə də öz əvvəlki dünya duyumuna tapınaraq mütərəqqi ifadə vasitələrinə tam keçid mərhələsi idi, düzdür. Sevinc müəllimə, mənə deyə bilərsiniz, o hansı Azərbaycan heykəltaraşlığının yaradıcılığının səciyyəvi cəhəti idi ki, monumentallıq, yığcamlıq, dəqiq və inamlı kompozisiya həlli, sonra bunlar idi elə onun əsərinin səciyyəvi cəhəti. Fazil Nəcəfov. Bəli, Sevinç müəllimə, düzdür. Ülkər müəllimə, sərt üslubun əsasını qoyan sənətkar. Tahir Salahov müəllimə. Bəli. Nuranə müəllimə. Tarix müəllimə. Nuranə müəllimə, Ömər Eldarovun fəlsəfi romantik yanaşdığı əsərinin adı. Səttar Bəhzadə. Bəli. Günay müəllimə, Mircavad Mircavadovun ən erkən rəngkarlıq əsəri. Yırtıcı əsəri müəllimə. Yırtıcı. Sonra buyursun Mirvari müəlliməm, deyə bilərsiniz, hansı rəssamın əsərlərində qrafika daha çox idi? Nöqtələr, cizgilər, qırıq xətlər mücərrədlik kimi qavranılırdı. Müəllimə deyə bilmirəm. En azından. Buyursun bunu Gülnarə müəllimə. O deyəsən Arif Hüseynovdan söhbət getdi. Ay müəlliməm, xarici rəssam soruşuram. Qrafika daha çox idi. Yerdən çox exo verir. Düşür, xahiş edirəm, dərsin keyfiyyəti olmur. Elə mən növbəti müəllimə ötürəcəm kim nə desə də sualın cavabını verə bilməyən ya da özüm deyəcəm. Sonra Gülnarə müəllimə, xarici rəssam idi, rəngkar idi. Əsərlərində qrafika daha çox idi. Nöqtələr, cizgilər, qırıq xətlər də mücərrədlik kimi qavranılırdı. Xuan Mirodur, bəli Gülnarə müəllimə. Ulduz müəlliməm, deyə bilərsiniz, o hansı xarici heykəltaraşı idi ki, deməli, öz kompozisiyalarını ağacdan, daşdan, bürüncdən, dəmir betondan, terakodadan yaradırdı. Bir sıra əsərlərini də ağac və qurğuşundan yaradıb, hissələrini də tarım çəkilmiş sim və mis məftilinə bərkidirdi. Henry Moore. Bəli, düzdür.
Bəs Lalə müəllimə, hansı rəssamın üslub texnikası idi ki, postimpressionizm, kubizm, sürrealizm, rəngkar, heykəltaraş, qrafik, teatr rəssamı, keramikaçı, dizayneri idi? Pablo Picasso müəllimə. Bəli, Lalə müəllimə, düzdür. Sonra Gültəkin müəlliməm, mənə deyə bilərsiniz, 1-ci Dünya müharibəsinin dəhşətlərindən mənəvi sarsıntı keçirən rəssamlar əsərlərində bilərəkdən öz hisslərini ifadə edirdilər. Ekspresionizm müəllim. Ekspresionizm, düzdür. Nurlanə müəllimə, 2-ci Dünya müharibəsi başlayan zaman hansı cərəyan faşistlər tərəfindən ümidsizlik sənəti kimi elan olundu? Abstraksionizm müəllimə. Bəli, düzdür Nurlanə müəllimə. Sonra Sevinç müəllimə, mənə deyə bilərsiniz, deməli, portret fotonun emalı zamanı hansı proqramlar vasitəsilə aparılır? Necə müəllimə? Portret fotonun emalı hansı proqramlar vasitəsindən aparılır? Photoshop. Bəli, Nədirsə belə bir şeydir. düzdür. Bəli, əsas bilirsiniz, testə götürəcəksiniz. Photoshop, Adobe Photoshop, bir də Photoshop Lightroom proqramı vasitəsindən aparılır. Sevinç müəllimə, düzdür. Bəs Ülkər müəllimə, hansı janrdakı cəmiyyətin siyasi həyatının müxtəlif tərəflərinə toxunur, sosial problemlərə toxunur, yumoristik də vəziyyəti əks etdirir? Müəllimə karikatura. Bəli. Nuranə müəllimə, ilk animasiya filmini yaradan Amerikalı karikaturaçı, animator. Səsli Disney idi. Bəs o biri kim O idi? birisi nədir? Makkey. Bəli, Mackey ilk filmi yaradan şəxs olmuşdur. Nuranə müəllimədən sonra buyursun bizim. Mənəm müəllimə. Hə, Günay müəlliməm, deyə bilərsiniz, hansı rəssamlar əsərləri üzərində çalışarkən linzalardan, güzgülərdən, həmçinin bir çox başqa optik cihazlardan istifadə etmişlər? Hansı rəssamlar, yoxsa hansı... avangardçılar. Müəlliməm, adlarını deyin ki, xüsusən 3 dənə rəssamdır, imtahanda düşsə də bunun üçün düşəcək. Picasso olar, yəqin ki, Müəlliməm, Picasso, Salvador. müəlliməm, əsərləri üzərində çalışarkən linzadan, güzgüdən, bir çox optik cihazdan istifadə edən bunu cavablandırsın, kim bilirsə elə desin. Namqabodur, bilmirəm. Buyurun Mirvari müəllimə. Mirvari müəllimə. Müəllimə, optik şeydən səhv eləmirəmsə, Leonardo da Vinci də var idi. Bəli. Velasquez idi, Leonardo da Vinci idi. Biri də Caravaggio. Bəli, Caravaggio. Bir də çox xahiş edirəm. Sualı təkrar eləyin bir də. Hansı rəssamlar əsərləri üzərində çalışarkən linzalardan, güzgülərdən, optik cihazlardan istifadə etmişdir? Bu da Da Vinci idi, Caravaggio idi, Velasquez idi. Başa düşdüm. Bəli, bir də demərəm ki, bunu kim bilirsə desin, peşman oluram o söz işlətdikdə. Ya özüm deyəcəm, ya növbətinin adını çəkəcəm. Müəllimə, mənim növbəm idi ona görə. Bilirəm, sizi bilirəm. Elə mən sizi ötürəcəkdim. Hə, indi isə bizim Mirvari müəlliməmizdən sonra Gülnarə müəllimə. Əvvəlki dərsimin metodu yaxşı idi. Hərə vaxt ayırırdım, ardıcıl bir insanı düz axıra qədər sual-cavab edirdim. Təkrar mərhələsində... Mən bayaq çaşdım, elə bildim mənim adım çəkdi, ona görə sən özür Yox, müəllimə, sizə görə demirəm, ümumi deyirəm. Hamıya mən özüm icazə verdim ki, kimsə bilirsə desin, artıq əl qaldırılmadı. Qarşılıq olundu. Bəli. Gülnarə müəlliməm, deyə bilərsiniz, hansı, belə deyim də, hansı rəssamın uğur qazanmasının səbəbi bu olmuşdur ki, müasir və klassik üslubun sintezini yaratmışdır Gülnarə müəllimə? Hə, o Azərbaycan iddiası idi müəllimə. Bəli, klassik. Dərsin adı da buydu. Bax, dərsin adının asıl sözü. Bəli. Gülnarə müəlliməndən sonra buyursun zəhmət olmasa. Bizim Ulduz müəllimə əsərlərini Abşeron motivlərinin əsasında yaradan sənətkar. Fərhad Xəlilov. Bəli, motivlər varsa Fərhad Xəlilov. Bəs Ulduz Lalə müəllimə. Deyə bilərsiniz, Abşeron məktəbinin banisi kim idi? Mircavadov. Bəli, Mircavadov. Müəllimələr, iki dərslikdə yazılan sözə əsasən bizdən ətraflı danışmıram, bizə imtahanda nə düşürüb? Abşeron məktəbinin nümayəndə sözü də Rasim Babayevdə görünür. Bu qədər. Başqa şey, yəni ki, o süni intellektə hazırlanıb qoyurlar. Bu bizə düşər imtahanda xeyr. Bir dənə nümayəndə Rasimdədir, Abşeronun adı çəkilən. Mircavaddadır, Fərhaddadır. Onu da dedik də hansı nə idisə. Bunu kim idi cavablandırdı axırıncı sualı? Mən müəlliməm. Lalə müəllimə. İndi Gültəkin müəllimə. Mənə Gültəkin müəllimə desin ki, mövzu üzrə rəsm əsərləri bu məşğələ növü geniş kateqoriyalıdır. Bilirik, hansı mövzular buna aid edilir? Müəllimə, burada tarix idi, botanik idi,
Məişət idi, gündəlik həyatdan olan süjetləri idi. Bəli, hərbi səhnəsi idi və düzdür. Nurlana müəllimə, hansı rəssam yaradıcılıq xüsusiyyətləri arasında sevincli, gün işığıdır, sağlamlıq, rəng və ritm vardı? Juan Miro müəllimə. Bəli. Sonra buyursun Sevinç müəllimə desin ki, onu hansı rəssamdır ki, onun əsərləri ikili obrazlardan, istehsalı səhnələrdən, optik illüziyalardan, qeyri-adi mənzərə və dərin simvolizmindən seçilirdi? Juan Miro. Xeyr müəllimə, Salvador Dali. Bəli. Ülker müəllimə, Henry Moore'un karyerasında dönüş nöqtəsi olan əsərinin adı nə idi? Müəllimə, Tilbury limanı örtülü səngər. Bu əsər deməli Alman faşist bombardımanların yerin altında gizlənən Metronun altında qalan insanların, bəli. Bəli, bəli. Ülker müəllimədən sonra buyursun Nuranə müəllimə. Postimpressionizm rəngkarlıq, üslub texnikada olan sənətkar kim idi? Van Gogh. Gogol'da vardı. Müəllimə, deməli, şeydə də, Paul Cézanne'da da vardı. Gojin'də amma əlavələr var idi. Məsələ, modern idi, primitivizm idi və s. Belə. İndi təşəkkür edirəm. Günah müəlliməm, deyə bilərsiniz, hansı dövründə Paul Cézanne rəng, işıq formalarla mükəmməl işləyə bilmədiyi üçün fikrini sona qədər ifadə edir? Romantik dövr. Romantik dövrdəki əsərin adında deyil. Piyano çalan qız anası ilə bacısını təsvir eləmişdi əminəsə. Bəli, Günay müəllimə. Mirvari müəllimə, deyə bilərsiniz, hansı rəssam perspektiv qaydalarından kifayət qədər sərbəst davranırdı? Yaxın və uzaq planlar arasındakı fərqi vurğulamırdı. Mirvari müəllimənin növbəsidir. Sualların heç birini bilmirəm. Başqası cavab versin. Başqasına verəndə bilirəm, özümə verəndə bilmirəm. Həyəcan keçirirsiniz, tələsirsiniz, bəli. Heç həyəcan da yoxdur, bilmirəm ancaq nədən. Başqası cavab versin. Gülnarə müəllimə, perspektiv qaydalarından kifayət qədər sərbəst davranan, ondan sonra yaxın uzaq planlar arasındakı fərqi vurğulamayan, amma sınaqlarda maşallah çox da qəşəng yazırsınız Mirvari müəllimə. Bu problem var. Bəli, elə bil çox müəllim deyir ki, testdə rahat tapırıq, belə ağızdan deyəndə çətinlik çəkirik. Buyursun, zəhmət olmazsa Gülnarə müəllimə desin ki, perspektiv qaydaları ilə. Deməli, bu Juan Miro'dur. Çünki onun əsərlərində müxtəlif cəryanlarda çəkildi. Ona görə deyirəm. Juan Miro'nun nöqtəsinə virgülünə qədər əzbərlədinizmi axır ki? Axır ki. Axır, şükürlər olsun. Hay Allah, bizə 4-cü gündə şad xəbərlə çıxasınız. Miro ilə Henry Moore səhv saldı. O birinci dəfə. Amma Miro'ydu. O poetik səhnələr. Hə, poetik gibi Juan Miro'da ancaq sürrealizmi yaradan. Gülnarə müəllimədən sonra Ulduz müəllimə. Deyə bilərsiniz, hansı xarici heykəltaraş idi ki, Ulduz müəllimə heç vaxt aydın forma problemlərinlə məşğul olmayıb, onu təbii formaları xatırladan obrazlar, qədim daşlar, dağ mağaraları, insan vücudu maraqlandırırdı. İnsan vücudu Henry Moore. Bəli, düzdür. Bəs indi Lalə müəlliməm, İsveçrənin turist əskinaslarının üzərində hansı görkəmli sənətkarın portreti və əsəri var idi? Alberto Chicametto müəllimə. Bunu Ulduz müəllimə dedim, eləmi? Yox, mənə dediniz, Lalə müəllimə dedi. Qarışdırıram, oxşardı səslərlə, başım özümdə deyil, yadımda qalır ki, kimə nə deyirəm. O qədər yorğunam ki. İndi Gültəkin müəllimə. Mənə Əfqan qızı haqqında danışın, neçə ən yaxşı fotodan biri idi, neçənci ildə, son neçə ilin 40 il ağzında dedim də, 40 ilin ən yaxşı jurnal üz qabağa oyunluğuna neçənci ildə daxil olub, bu hansı əsərlə, hansı jurnalda, kim tərəfindən çəkildi, hamısını bir-bir deyin. Deməli, 100 ən yaxşı fotodan biridir, onu deyə bilərəm. 40-dakı jurnal üz qabağı idi. 2005-ci ildə səhv eləmirəmsə də, hə? Yox. Bəli, 2005-ci ildə son 40 ilin ən yaxşı jurnal üz qabağıdır. Və 1980 Nakalios nə bilim jurnalında. Bəli. Deməli, 1984-cü ildə Əfqan qaçqınları düşərgəsində portret foto sayəsində elə bil Steve McCarthy'nin fotolarından biri idi. National Geographic. Oradakı müəllim onların azadlıq uğrunda mübarizəsinin simvoluna çevrildi. Düzdür. National Geographic jurnalının üz qabığı idi və Mona Lisa əsərindən də eyni səviyyədə tutulurdu. Təşəkkürlər. Buyursun Nurlan müəllimə. Deyə bilərsiniz,
Rakursla perspektivin qurulması, tamaşaçının fotoşəkli, həcmli məkanın səth üzərində təsviri oxumaq kimi bacarıqlar. Fotoqrafiyaya uşaq yuxarı get yanına tez. Hə, deməli, bunlar fotoqrafiyaya hansı növdən miras qalmışdır? Nurlan müəllimə. Onlar impressionizm dövründən müəllimə. Hə müəlliməm, deyirəm ki, təsvir incəsənətin, bir dəqiqə baxın, rakurs və perspektiv. Rəsm əsərini yaradanda biz buna əməl edirik. Və bunları oxumaq bacarığı, fotoşəkli həcmli məkanın səth üzərindəki oxumaq bacarığı. Bunlar fotoqrafiyaya hansı təsvir incəsənət növündən miras qalıb? Cərəyandan yox, növündən. İntibah dövründən müəllimə. O intibah dövrü təsvir incəsənətin növüdür. Ay mən başa düşmədim. Sual ümumiyyətlə mənə çatmadı, yəni. Cavabı da yəni Bilir, rakurs və perspektivin qurulması fotoqrafiyaya nədən miras qalmışdır? Rəngkarlıqdan, ay müəlliməm, rəngkarlıqdan fotoqrafiyaya miras qalmışdır. müəllimə, yəni sualın başa düşmədim ona görə. Bəli, eybi yox, narahat olmayın. Sevinç müəllimə, deyə bilərsiniz, işığın köməyi ilə rəsm deməkdir. Olub keçənləri əbədiləşdirməyi mümkünləşdirmişdir. Bu nədir? Hə. Fikirləşirəm müəllimə, fikirləşirəm. Narahat olmayın, fikirləşin. İşığın köməyi ilə Müəlliməm, ayın içində Artenis sualına da düşmüşdü bu. müəllimə desin başqa kimsə. Cavablandıracaq bizim Ülkər müəllimimiz. Müəllimə fotoqrafiyadır bu, müəllimə fotoqrafiya. Bəs fotoqrafiyanın ifadə vasitələri nələrdir? İşıq, rəng, format, kompoziya, planın çəkilişi, rakursu. Əla, çox gözəl. Bəli. Sonra Nuranə müəlliməm deyəcək ki, deməli, bu növbə deyim Nuranə müəllimə. Mircavad Mircavadov kimin əsərlərinin surətini çıxardıb ondan çox şey öyrənib. Kimin qadağan olunmuş əsərləri, kimlərin qadağan olunmuş əsərləri onun üçün əsl məktəb olub. Kimlər onun sevimli rəssamları idi. Dənə-dənə hamısını deyin. Elə ki, o Sezan əsərlərini görmək üçün Ermitaja getmişdi, o yadımdadır. Bəli. Salvador və Picasso'nun qadağan olmuş əsərləri onun üçün məktəb idi. Yox, bizə dəqiqə. Sevdiyi rəssamlardan. Müəlliməm, bir dəqiqə. Bir soruşun deyil. Sevdiyi rəssam idi, amma onun üçün əsl məktəb deyildi. Sevdiyi rəssam Pablo Picasso, Salvador idi. Bəs deyə bilərsiniz, kimlərin əsərləri onun üçün, kimlərin qadağan edilmiş əsərləri onun üçün əsl məktəb olmuşdur? Dalin olmalıdır, bir də Sezan'ı səhv etmirəmsən. Ay müəlliməm, Sezan və Van Gogh'un qadağan edilmiş əsərləri üçün Biraz mən adım fikirləşirəm, mən qarşısında Van Gogh'un. Bəli. Bir dəqiqə. Hə, Nuranə müəlliməm, siz dediniz, Sezan və Van Gogh'un əsərləri Mircavadov üçün əsl məktəb olmuşdur. Bəs kimlərin əsərlərinin surətini çıxarıb ondan da çox şey öyrənmişdir? El Greco'nun Rembrandt olmalıdır müəllimə. Bəli, müəlliməm, düzdür. Ondan sonra da Bakıya qayıdırdı. Bəli, düzdür. Bəs Günah müəlliməm, sakit, deməli uydurma xəyallar, formaların qəribə uyğunluğu, fərqli obrazlar, bunlar hansı cərəyana xas xüsusiyyətləri idi? Sürrealizm. Bəli, Sürrealizmdir. Günah müəlliməm, bizə dəqiqə bu. Bunu verim. Bəli, Namqabodur, Mirvari müəlliməm, düzdür. Bəli, əlbəttə ki. Günah müəlliməm, dünya avangardının bəs lideri kim idi? Namqabo. Bəli. Ulduz müəlliməm, mənə zəhmət olmasa deyə bilərsiniz. Sürrealizm, Ulduz müəllimə, sürrealizm, ekspresyonizm, kubizm, formalizm, heykəltaraşlıq, rəngkarlıq, qrafika kimin üslub texnikası idi? Tolkien. Müəlliməm, heykəltaraşlıq, rəngkarlıq, qrafika, sürrealizm, ekspresyonizm, kubizm, formalizm bircə dənə sənətkardadır. Hə, Juan Miro. Heykəltaraşdır bu dediyim şəxs. Formalizm. Bircə dənə formalizm, ümumi kitablarda, üslub texnikada bir dənə sənətkardadır, formalizm. Bu kimdir? Alberto Giacometti. Alberto Giacometti'dir, düzdür. Ekspresyonizm sözünə görə qarışdırdınız. Bəli, ekspresyonizm sözünə görə Tolkien götürdüm. Mən heykəltaraş sözünə heç qulaq asmadım düzü. Rəngkarlardan ekspresyonizm Tolkien'dədir. Amma ki, bəli, heykəltaraşlardan Giacometti'dir. Burada da açar söz formalizmdir. Bundan rahat şəkildə yadda saxlayacaqsınız. Zəhmət olmasa bir də Tolkien'də nə var dediniz, bir dənə zəhmət olmasa.
Səs qarışdı müəllimə. Ekspresyonizm dedim müəlliməm. Dedim ki, üslub texnikasında Polçilinin ekspresyonizm var idi. Ümumiyyətlə tək ekspresyonizm də deyildi. Yəni onun üslub texnikası çox idi. Polçilidə var idi. Abstraksionizm idi, kubizm idi, ekspresyonizm idi, sürrealizm idi. Həmçinin incəsənət nəzəriyyəçisi idi, rəngkar idi, qrafik idi, bunlar idi. Cavablandıracaq növbəti müəlliməm Lalə müəllimə deyəcək ki, hansı rəssam idi ki, taxta və iplərdən kompozisiya yaradırdı və onların üzərində fırça ilə işləyirdi. Bu da polkiydi müəllimə. Öz Bəli, avtopart. düzdür. Lalə müəlliməmiz düzdür, bəli. Lalə müəllimə, sertifikasiyaya hazırlaşırsınız? Bəli müəllimə. Bəli, inşallah yaxşı nəticələriniz olsun. Allah müəllimə çox sağ olun. Allah Amin. köməyiniz Allah sizə də olsun. kömək olsun. Təşəkkürlər. Gültəkin müəllimə, sujetli əsərlərə aid olan janrlar. Yəni süjetli tematik janr. Deməli mənim burada da məişəti idi, batal idi, animastik idi, tarixi idi. Sonra bir də var idi. Mifoloji. Animalist. Bir də mifoloji. Mifoloji. Bəli. Mirvari müəlliməm, Opalizm məktəbinin əsasını qoyan sənətkar. Bu Sakit Məmmədov. Bəli, Mirvari müəlliməm. Bir dəqiqə gələnləri təsdiq edim. Gülnarə müəlliməm. Mənə zəhmət olmasa deyə bilərsiniz, Azərbaycanın görkəmli animatoru kim idi? Elçin Hami Axundov. Bəli. Bəs Ulduz müəlliməm, növbələri pozanda yadıma salın, xahiş edirəm. Ulduz müəlliməm, ay müəllimə, mən qarışdırdım. Lalə müəllimədən sonra Gültəkin müəllimə verməli idim, sizə döndüm. Heç olmasa yadıma salın, çox xahiş edirəm. Məndən bilmirəm kim var, heç mən bilmirəm kimdən sonra. Ulduz müəllimədən sonrasız Lalə müəllimə. Deyə bilərsiniz, səssiz kino dövründə meydana çıxmış cizgi filmi qəhrəmanı hansıdır? Məndən idiniz müəllimə. Gültəkin müəllimə. Müəllimə necə? Səssiz kino dövründə meydana çıxmış cizgi filmi qəhrəmanı. Felix Pişik. Felix Pişik. Bəli. Bəs Nurlana müəlliməm, karikaturanın bir növüdür insanın xarakteri cizgilərinin dəyişdirildiyi və vurğulandığı yumoristik və satirik təsvirdir. Şarj müəllimə. Şarjdır. Şarjın əsasında nə dururdu? Bəs karikaturanın əsas nə dururdu? Hansı janr? Madis müəllimə, mən cavablandırırım. Sizə deyirəm, bəli. Bəli müəllimə. Şarjda əsasında portret dururdu, süjet tələb etmirdi. Amma karikaturada süjet tələb edirdi. Bəli müəlliməm, düzdür, bəli. Sonra buyursun bizim Nurlana müəllimədən sonra Sevinç müəlliməm deyəcək ki, Yapon cizgi film animasiyası, yəni bütün yaş dövrləri üçün hazırlanan bu nə idi? Anime. Animedir, düzdür, bəli, düzdür, animedir. Sakit. Sevinç müəllimədən sonra Ülkər müəlliməm. Deyə bilərsiniz, hansı rəssam idi ki, bunun hər bir əsəri müəmma və xəfifliyi ilə seçilirdi və o rəngkarlıq əsərlərini rəng, ton, forma, üslub və cərəyanları öyrənərək yaradırdı. Həmçinin şux, kolorit, qüsursuz kompozisiyanın hakim olduğu öz dəst xəttini dəqiqləşdirmişdi. Yəni, mən Sakit Məmmədov idi bu. Bu qədər açıq söz deyil. Düzdür. Ülkər müəllimdən sonra Nurani müəlliməm deyəcək ki, bu Fərhad Xəlilov yaradıcılığında dənizdir, səmadır, nardır, hansı rəngdə təsvir olunurdu? Əlbəttə. Dəniz yaşıl idi, səhv etmirəmsə. Səma mavi, sonra nəyi soruşdunuz müəllimə? Ay müəlliməm, dəniz yaşıl idi, səma göy idi. Bəli. Bəli, yetişmiş narda qırmızı qonur rəngdə idi. Qonur rəng, yadımdadır müəlliməm. Bəli. Günay müəlliməm, zəhmət olmasa mənə deyə bilərsiniz, o hansı rəssamlıq üslub texnikası idi ki, rəngkarlıq, dəzgah və kitab qrafikası miniatür sənəti idi, miniatür. Arif Hüseynov. Arif Hüseynov. Mirvari müəlliməm, hansı rəssam idi ki, o bir-birinə sıxılmış, hansı heykəltaraş bir-birinə sıxılmış insan fiqurları onun yaradıcılığında sonraki fəaliyyəti üçün olduqca əhəmiyyətli mərhələ idi? Fazil Nəcəfov. Bəli, Mirvari müəlliməm. Gülnarə müəlliməm. Mənə deyə bilərsiniz, zəhmət olmasa, Tahir Salahovun diplom işi. Nə idi? Növbədən qaydanlar. Növbədən qaydanlar. Ulduz müəlliməm. Mircavad Mircavadovun qrafik əsərlərinə xas xüsusiyyətlər. Qrafik əsərlərinə xas xüsusiyyətlər. Enerji, qüvvə, miqyas. Bəli.
Bəli. Və onun qrafik əsərlərində bədən quruluşunun dəyişkənlikləri Bəli, var idi. orada kişi fiquru var idi, insan fiquru. Orada da o orqanları fərqli formada çəkmişdi də. Bəli, müəlliməm düzdür. Sonra Lalə müəllimə deyəcək ki, hansı rəssam çəkdiyi rəsmləri, deməli çəkdiyi rəsmlərdə naturanı klassik rəssam kimi bütün xırdalıqlarına qədər oxşadırdı. Müəllimə deyir, Paul Klee idi bu da. Bəli, Lalə müəllimə. Sonra Gültəkin müəlliməm, deyə bilərsiniz, dünyada ən əsası Avropa incəsənətində yaranmış cərəyanların ümumiləşdirilmiş adı. Avangardizmə. Bəli, düzdür. Nurlana müəllimə, hansı rəssam idi ki, təsvir sənəti abstrakt musiqiyə yaxınlaşdırmaq istəyirdi? Vasili Kandinski müəllimə. Bəli. Sevinç müəlliməm, hansı rəssam deyirdi ki, uşaq vaxtı mən Rafael kimi çəkirdim, lakin uşaqlar kimi çəkmək üçün mənə bir ömür gərək oldu? Vasili Xeyr. yox. Kimiydi? Paul Cézanne'dı da. Yox müəlliməm, Pablo Picasso'dur. Pablo Picasso'dur. Pablo Picasso'ları qarışdırıram. Yəni, Sevinç müəlliməm olur, hamıda olur. Sonra Ülkər müəlliməm deyəcək ki, bu Picasso'nun hansı dövründə öz dekorativ kollajlarını yaradaraq onu sanki sintez edirdi? Müəllimə, sintetik kubizm bu, masada meyvələr, natrimort əsəridir, antik cahit natrimort. Bəli, düzdür. Ülkər müəlliməmdən sonra Nuranə müəlliməm deyəcək ki, impresyonizmlə kubizmin arasında körpü salan kim olmuşdur? 19-cu əsrin əsas janrı olan impresyonizmlə 20-ci əsrin janrı kubizm. Sezandır, bəli. Nuranə müəlliməmdən sonra buyursun bizim Günay müəlliməmiz desin ki, bu Paul Cézanne'ın hansı dövrü idi ki, deməli bu dövrün yaradıcılığının kamilliyi ilə seçilirdi. Sənətkarlıq zirvəsi olub, iri formaların, ciddi kompozisiyalar, konstruktivizm. Mirvari müəlliməm desin ki, bütün planetdə ən nəhəng sürrealizm eksponatlarından biri olan, ən çox ziyarətçi qəbul edən İspan muzeyi hansı olmuşdur? İspanya'da Dali muzeyi. Bəli, Dali Teatr muzeyi idi. Bəli, Dali. Bəli, Dali Teatr muzeyi idi Mirvari müəllimə. Siz dediniz. Günlarə müəlliməm, deyə bilərsiniz zəhmət olmasa, bu Buxan Mironun yaradıcılığında kimin yaradıcılığının təsiri hiss edilirdi? Onun əsərlərində kimin yaradıcılığının təsiri hiss edilirdi? Paul Klee'nin. Bəli müəlliməm. Ulduz müəlliməm, buradasınızsa mənə deyə bilərsiniz, bu Fuad Əbdürrəhmanovun bəzi heykəllərinin mimarlıq işini hansı mimar yerinə yetirmişdir? Mikhail Hüseynov. Bəli. Bir də Sadiq Dadaşov Sadiq birincisi. Dadaşov da var idi. Sonra o Nizam Gəncəvdə Sadiq Dadaşovla Mikhail Hüseynov birinci idi. Bir dənə Sonra Azad qadında amma Mikhail Hüseynov idi. Bir dənə elə bir ki var idi General Həzə Aslanov orada Qansravski onun mimarlıq işini yerinə yetirmişdir. Amma ki belə düzdür. O Azad qadınla Nizam Gəncəvdə Mikhail Hüseynov vardı. Bəli Ulduz müəlliməm, düzdür. Lalə müəlliməm də desin ki, Tahir Salahovun istedadı nə qədər güclü idi, yəni nələrlə ölçülürdü, onun qəhrəmanı nə idi? Zaman idi müəllimə. Zaman idi. İstedadı bəs nə ilə ölçülürdü? Zamanla, anla müəllimə. Elə bil o zaman, keçmiş zamanla indiki zaman arasındakı an. Onun qəhrəmanı idi. Amma ki, istedadı günəşlə, iradə ilə, sözlə ölçülürdü. İradə ilə, müəllimə. Bəli. Gültəkin müəlliməm, deyə bilərsiniz, bu Fərhad Xəllovun əsərlərinin böyük olmasının səbəbi nə idi? Mənim Abşeronun böyük panoramалы çəkmək istədiyin Bəli müəllimə, düzdür, Abşeron çox şəhədli obrazlarının panoramını yaratmağa səy göstərirdi, düzdür. Sonra, müəllimə, bəli, mən yaxşı sualın hansı rəssam idi, zaman dediniz, eşitmədim. Tahir Salahovun qəhrəmanı Zaman idi Nübar müəllimə. Bəli, çox sağ olun. Təşəkkürlər. Bu sualı Gültəkin müəllimə vermişdim, sonuncu sualı. Bəli, müəllim. Bəli. İndi isə növbəti müəlliməm Nurlana müəllimə. Hansı rəssam qiyamçı, eksperimentator, nonkonformist idi, novator idi? Mircavad Mirzavadov. Bəli. Sevinç müəlliməm. Hansı rəssam idi ki, 1914-cü ildən etibarən əsərlərində kvadratlar çəkməyə başladı?
bizimkilərdəndir, yoxsa xarici? Xarici rəssam. Daha çox kvadratlar çəkməyə başlamışdır. Çok güzel. Pol Kilidir, Sevinç müəllimə. Ülker müəlliməm. Ülker müəlliməm, zəhmət olmasa mənə deyə bilərsiniz, Vasili Kandinskinin əsərləri neçə qrupa bölünürdü və hansılar idi bir-bir sayın? Hansı əsərdə hansına aid idi onu da sayın? Bəli, müəllimə. Kandinskin əsərləri 3 qrupa bölünürdü, abstrakt əsərləri. 13-cü ildən başladı abstrakt çəkməyə. Müəllimə, impressiya, improvizə və kompozisiya. İmpressiya xarici aləm, improvizə daxili, kompozisiya isə ən ali. Bəli, bəli.